Fəday xanım, sizin işlərinizi kim görür? Özüm, həmişəki kimi. Özünüz. Efirlər, Ruslan toylar. da Hə, var, vallahi Ruslan da kömək eləyir. Ruslan haqqında onda danışaq, elə təşəkkür də bildirək. Aha. Ruslan Nurlan Kəmalə xanımla məni tanış eləyən bir insandır. Həm də Kəmalə xanımın meneceridir. Ruslan mənə belə köməkliklər eləyir. TikTok səhifəmi məsəl üçün Rusiyadan işlətmək olmur. Bəli. Mən paylaşma elə bilmirəm. Göndərirəm ona ki, bunu mənim üçün TikTok səhifəmə Məcbur paylaş. bəzən o reklamı qoyur ki, Azərbaycanı tanısın. Çünki seçim eləyirsən. Bəli. O Başqa Ruslan şey Nurlan elə- yükləyəndə və o Azərbaycan kəşfiyyətinə düşsün. Xidmət eləyirik də. Yenə harda olsaq Azərbaycana xidmət edirik. Bəli, Ruslana da təşəkkür eləyirik. Ruslana da buradan. təşəkkür edirik. Ruslan Nurlan deyir ki, sən niyə mənə menecimsən, köməkçim deməsən, deyirəm, yox, mən kiməm ki, sənə köməkçim deyəm. Onu belə özümə yaraşdırmıram ki, yox. Yəni, hər birimiz insanıq, bərabər hüquqlu. Bəli, bəli. O Nəsimi kinosunda bir fraqmentdə bir söz var, xoşum gəlir, deyir. Allah qulu olduğum üçün qulluqçu saxlamıram. Bugün necə gözəl görünürsən. Bu nə gözəl ifadə, bu nə gözəl qəzəldir. Bu kəlmə bəs edir ki, əminəm, həmin günə mütləq bir yeni iş olacaq. Bəli, bir xoş deyir ki, bir təbəssüm bir sədəqədir. Adi bir təbəssüm. O xoş, hələ o təbəssümlə bərabər bir xoş söz də deyəndə, bəli, əlbəttə adam həqiqətən də bəli, xoş olur. Ebedilik bu dünyadan çıkıp gitmek istəyirəm. Yalanlardan uzak olan yeni hayat istəyirəm. İstəyirəm külək olup uzaklara uçup gider, günahsız bir melek olur, bağlı yollar açabilen. Kalmayıptı daha gücüm, yaşamakta çetin gelir. Dünyaya geldiğim üçün özüme yazığım gelir. Kalmayıptı daha gücüm, yaşamakta çetin gelir. Dünyaya geldiğim üçün özüme yazığım gelir. Elə bir dünya isterem, orada sevgi uca olsun. Seven aşıklar isterem, ölenecen ayrılmasın. Hayallara aldanmışam, Gemsiz hayat yoktur gedib, Gec de olsa anlamışam. Bu dünyada yoktu yerim, kalmayıptı
çetin gelir. Dünyaya geldiğim üçün özüme yazığım gelir. Kalmayıptı daha gücüm, yaşamakta çetin gelir. Dünyaya geldiğim üçün özüme yazığım gelir. Teşekkür ederim. Çok sağ olun. Teşekkür Ne ederim. güzel ifa, ne Kemale güzel. Hanım size teşekkür ederim. Bəli. Bak, teşekkürler Kemale Teşekkür, Hanım'a. Kemale Hanım. Sözler ve musikisi Kemale Sözler, Hanım. bəli. Amin. Sözler bizi çok uzak apardı. Çox uzaq Sahib apardı. müəllim. Baxın, əzizim Könül xanım, şairin sözü, bəstə və onu bir buket halında gözəl edən, yenə də deyəcəm, gözəl səs tembridir. Gözəl ifa. Fədəyə xanım, təbrik edirəm. Hər ikinizi təbrik edirəm. Çox möhtəşəm bir əsər. Bizi çox xəyallara qərq elədi. Daldıq o xəyallara getdik. Çox gözəl ifa. Orada deyir ki, mən onu biraz çox daha utanırdım, şeirlərimi gizləyirdim o vaxtı. Orada belə demişəm ki, istəyirəm külək olub uzaqlara uçub gedəm. Külək uzaqlara getməz. Amma orada sonra deyirəm ki, xəyallara aldanmışam. Yəni onu belə o vaxtda Xəyalınızda- çıxlamışam. Ramiz Mirişli, Allah rəhmət eləsin, gözəl rəhmət eləsin, bəstəkarımız. bəstəkarımız. AzTV-nin musiqi redaktoru ikən onu çox bəyəndi. Dedi ki, bunu Mübariz Tağıyevə götür. Fond bu keçsin, Bədii Şuradan keçsin. Əgər Bədii Şuradan keçsə Qızıl Fonda alacağıq. Mübariz Tağıyev bir həftə sonra Filatovdaydı o vaxtı. Bir həftə sonra zəng elədi ki, bəs mahnınız Bədii Şuradan keçdi, gəlin çəkilişlərə. Bizə çox böyük yol açdılar o vaxt Ramiz Mirişli, Mübariz Tağıyev. Və bu mahnınız 5 il əvvəl də Teymur Əmrah dedi ki, sizin bir mahnınız var, çox gözəldir, mən onu çox oxumaq istəyərəm. Buradan da salam söyləyirəm Teymur Əmrah. Salam böyük bəli, Bizə böyük salam, sənətkarımız. Teymur müəllimi, Böyük gözəlsən. sənətkar. Mən onda dedim ki, biraz sözlərini düzəltmək istəyirəm qafiyə. Dedi ki, yox. Əsl sənət mahnıda nə qafiyə lazımdır, nə vəzin, nə heca. Mahnıya görə sındırırıq, düzəldirik onu. O elə bir əsərdir ki, onun bir yerini dəyişsəniz olmaz dedi. Elə belə qalsın dedi. Sonra mən də Fədaya xanıma onu Mahnı da mənim təklif qismətim etdim. imiş. Neçə illərdən sonra mahnı Bəli. gəldi mənə. Çox da gözəl oxudu. Demək Çox ki, təşəkkür mahnı hələ edirəm. yiyəsini tapmayıbmış. Artıq Bəli. yiyəsini tapdı bəli. Siz bilirəm ki, söz verirsiniz ki, Könül xanıma ki, əgər o mahnı inşallah ərsiyə gəlib, hazır olan sonra eksklüzivini məhz Sevilən Səhərdə eləyəcəksiniz.